Asiya İnkişaf Bankı Azərbaycanın da iştirak etdiyi özəl sektorun inkişafı ilə bağlı layihəni təsdiqləyib. Özəl kapitalın cəlb edilməsi göstəricisinin hazırlanması və tətbiqinə dəstək adlı layihənin reallaşdırılması üçün 2 milyon dollar həcmində texniki yardım göstərilməsi qərarı alınıb. Təşəbbüs Azərbaycanla yanaşı Mərkəzi Asiya, Cənubi və Cənubi-Şərqi Asiya, Şərqi Asiya və Sakit Okean regionu ölkələrini əhatə edən geniş bir regiona şamil olunur. Məqsəd Asiya və Sakit Okean regionu ölkələrinin inkişafında özəl sektorun iştirakının genişləndirilməsi, eləcə də özəl sektorun inkişafı və özəl kapitalın səfərbər edilməsi üçün dayanıqlı mexanizmlərin formalaşdırılmasıdır. SOCAR ABŞ növbəti 2 ildə Türkiyədə 8 quyu qazacaq. Qurumdan verilən məlumata görə artıq Türkiyədə 2 quyu qazılıb, 3-cü quyunun qazılması prosesi davam edir. Qeyd edək ki, SOCAR ABŞ 2007-ci ildə Azərbaycan Dövlətinin şirkəti tərəfindən təsis olunan kompleks qazma və quyu xidmətlərini idarə edən şirkətdir. Dövlət Neft Fondunun büdcəyə transfertlərinin həcmi açıqlanıb. Məlum olub ki, fond 2025-ci il 31 dekabr tarixinə ümumi 170 milyard 413 milyon manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib. 2025-ci il büdcəsinin icraçı çərçivəsində edilən transfertin məbləği isə 14 milyard 481 milyon manat olub. Qurumun aktivlərinin həcminə gəldikdə isə ötən ilin əvvəlinə aktivlərin həcmi 60 milyard 31,4 milyon dollar, manatla ifadədə 102 milyard 53,3 milyon manat təşkil edib. Dekabrın 31-nə isə ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 milyard 541,5 milyon dollara, yəni 125 milyard 20,5 milyon manata çatıb. Xatırladaq ki, Dövlət Neft Fondu 29 dekabr 1999-cu il tarixində təsis olunub. Azərbaycanda bu il istehsal olunacaq Avro 5 benzininin və dizel yanacağının həcmi məlum olub. Heydər Əliyev adına neft emalı zavodunda 2026-cı ildə Avro 5 standartına uyğun 1,4 milyon ton avtomobil benzini, 2,3 milyon ton dizel yanacağı istehsalı planlaşdırılıb. SOCAR-dan verilən məlumata görə 2025-ci ildə isə Avro 5 standartına uyğun 1,5 milyon ton avtomobil benzini, 2,5 milyon ton dizel yanacağı istehsal edilib. Bugün əmtəə bazarlarında qarışıq dinamika müşahidə olunur. Brent markalı neftin qiyməti 1,31% ucuzlaşaraq 68 dollar 49 sentə, Texas nefti isə 1,41% enərək 64 dollar 27 sentə təklif edilir. Azərbaycan neftinin qiyməti 5%-ə yaxın bahalaşıb. Nəticədə Azərbaycan markalı neft 69 dollar 72 sentə ticarət olunur. Təbii qazın qiyməti 0,77% artsa da qızıl 45, gümüş isə 6 dollara yaxın ucuzlaşıb. OPEC Plus mart ayında neft hasilatını artırmamaq qərarını qüvvədə saxlayıb. Hasilat kvotaları ötən ilin dekabr səviyyəsində qalıb. Könüllü neft hasilatı məhdudiyyətlərində iştirak edən OPEC Plus da təmsil olunan 8 üzv ölkə təsdiqləyib ki, gündəlik 1,65 milyon barel həcmində neft bazardakı şəraitdən asılı olaraq tədricən, qismən və ya tam şəkildə geri qaytarıla bilər. OPEC-in verdiyi qərarlar, onlar bazarın indiki durumu yox, bundan sonraki durumuna hesablanmış qərarlardır. Yəni, ötən həftə neftin qiyməti 70 dolları aşsa da, təbii ki, bu İran ətrafında olan emosional bazarın ona münasibətidir. Bu, onun göstəricisidir ki, hətta İran ətrafında gərginlik, siyasi gərginlik, hərbi siyasi gərginlik fazasına keçərsə belə, bu qısa müddətlidir. Yəni, bunun sonraki dövr üçün qiymətlər, hətta belə deyim də, 80-ə də qalxsa, o qısa müddətdən sonra yenidən öz yerini alacaq. Neft ixrac edən ölkələr təşkilatı OPEC isə bəyan edir ki, təşkilata üzv ölkələr ənənəvi olaraq bazarın mövcud vəziyyətini qiymətləndirir. Hasilatın tədricən artırılması dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla, yaxud ləğv edilə bilər. OPEC təhlilçiləri də bütün bunları təhlil edərək o qərara gəlirlər ki, hələ neftin qiyməti o səviyyədə deyil ki, onun artırılması və yaxud azaldılması ilə bağlı korrektələr etsinlər. Yəni, əsas məsələ budur. Sonuncu dəfə ötən ilin dekabr ayında OPEC-a üzv ölkələrin nazirlərinin 38-ci iclası zamanı OPEC Plus ölkələri 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyənləşdirib. Həmin razılaşmaya görə Azərbaycanın gündəlik neft hasilatı 551 min barel həcmində sabit saxlanılıb. Ancaq görünən odur ki, hasilat hələ bir müddət geosiyasi hadisələrdən asılı qalacaq. Əli Rzayev, Rəhli Rafiq qızı, ASTV İqtisadiyyat.
Yanvarda Avrozonada inflyasiya gözlənildiyi kimi 1,7% həddini enib. Avropa Statistika Ofisi Avrostat bu azalmanı enerji daşıyıcılarının ucuzlaşması ilə əlaqələndirir. Bununla belə, ekspertlər tendensiyanın davamlı olması üçün Avropa Mərkəzi Bankının yaxın aylarda uçuş dərəcələrini dəyişməyəcəyi qənaətindədirlər. Avropa Mərkəzi Bankının hədəfi 2026-2027-ci illərdə vahid valyuta məkanında inflyasiyanı 2% həddində saxlamaqdır. Bugün birjalarda avro və funt dollar qarşısında, dollar isə rubl qarşısına dəyər itirib. Dollar yuan cütlüyündə sabitlik müşahidə edilib. Dollar lirə məzənnəsində artım var. Dollar manat məzənnəsi sabitdir. Avro, lirə və yuan manat qarşısında dəyər itirib, rublun məzənnəsi isə artıb. Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Bitcoin son 24 saatda 7,37% ucuzlaşaraq 70.766 dollar səviyyəsini inib. Altcoinlərin də əksəriyyətində azalma var. Stabil coinlərdə isə ciddi dəyişiklik müşahidə olunmur. Analitiklər kripto bazardakı enişi əsasən qlobal risk iştahının zəifləməsi, investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və son günlərdəki yüksəlişdən sonra bazarda mənfəət realizasiyasının yaranması ilə əlaqələndirirlər. Ucuzlaşma başqa rəqəmsal valyutalarda da hiss olunur. Ethereum, həmçinin digər altcoinlərdə də qiymət azalması müşahidə olunur. Bəs bu azalma tendensiyası nə vaxta qədər davam edəcək? ASV İqtisadiyyat komandası olaraq bu və digər sualların cavabını rəqəmsal valyuta üzrə ekspert Elnur Quliyevdən alacaq. Elnur müəllim, bazardakı azalmaya səbəb nədir? Deməli, hazırda kriptovalyuta bazarında qiymətlərin enməsinə təsir edən əsas faktorlar iki hissəyə bölünür. Bunlardan biri qlobal dünyada baş verən siyasi iqtisadi proseslərdir. Həmçinin Amerika Federal Rezerv Sisteminin faiz dərəcəsi ilə bağlı gözləntilər. Son günlərdə biz müşahidə edirik ki, Amerika ümumiyyətlə güclənən dollar siyasəti yerinə yetirir və Federal Rezerv Sistemi faiz dərəcəsinin endirilmə prosesini ləngitməyə prosesini başlatdırıb. Bu da güclənən dollar deməkdir. Güclənən dollar isə birbaşa Bitcoin kimi digər riskli aktivlərin qiymətinin dəyər itirməsi ilə nəticələnə bilir. İkinci mühüm faktor isə qiymətli metallar bazarında baş verən qiymət dəyişkənliyidir. Nəzərə alsaq ki, hazırda qızıl, gümüş, mis və alüminiumlar qiymətlərinin maksimum hədlərindən keçirlər. Bu o deməkdir ki, investorların baxışlarında müəyyən dəyişikliklər baş verir və onlar riskli aktivlərdən daha çox təhlükəsiz liman hesab edilən belə deyək, aktivlərə daha çox yönəlirlər. Bu da deməkdir ki, kriptovalyuta bazarının müəyyən hissəsi də keçid eləyir daha təhlükəsiz və belə deyək, dövlət istiqrazları, dollar, ya dediyim kimi qızıl və gümüş kimi qiymətli metallara keçid edir və qiymətlərin belə deyək də azalması ilə müşahidə olunur. Bəs bu azalma təxminən nə vaxta qədər davam edə bilər? Hesab edirəm ki, hələ biz fevral ayında da bu tendensiyanı müşahidə edəcəyik, amma mart ayından başlayaraq biz görəcəyik ki, Amerika Federal Rezerv Sisteminin dollarla bağlı siyasəti necə olacaq? Çünki biz hazırda müşahidə etdiyimiz qədər dolların güclənmə prosesi gedir. Bununla da riskli aktivlərin dəyərinin nisbətən daha gec sürətinin azalması nəticələnir. Amma nəzərə alsaq ki, hazırda Bitcoinin dəyər itilməsi bu panika deyil, sadəcə kriptovalyuta bazarının makroiqtisadi reallığa bir reaksiyasıdır. Həmçinin bu hazırda kriptovalyuta bazarı, kriptovalyuta aktivləri dünyada artıq qəbul olunmuş aktivlər kimidir. Təbii ki də dünyada digər aktivlərin qiyməti dəyər itirərsə, bu da kriptovalyuta bazarında öz təsirini göstərməyə bilməzdir. Bəs yaxın gələcək üçün proqnoz gözləntilər necədir? Yaxın gələcəkdə proqnoz vermək nisbətən çətindir, amma vəziyyət elə görsənir ki, hələ də Bitcoinin qiymətinin 70.000 və 80.000 dollar aralığında dəyişməsi müşahidə olunacaq və bu artıq gələcəkdə dünyada baş verən qlobal vəziyyətdə, iqtisadi siyasi vəziyyətin dəyişməsinin asılıdır. Çünki orada qiymətlər yüksəldikcə, təbii ki, kriptovalyuta bazarında da riskli aktivləri tələbat azalacaq və paralel olaraq da qiymətlərin artmasını müşahidə edəcəyik. Standard & Poor's reytinq agentliyi yaxın perspektivdə qlobal avtomobil sənayesi ilə bağlı proqnozlarını açıqlayıb. Agentlik bu sənayenin ciddi xarici təsirlərlə üz-üzə olduğunu bildirir. Söhbət tariflərdən, ticarət axınından və elektromobilə tələbatın artmasından gedir. Ümumi mənzərə belədir ki, qlobal istehsal yavaş templə artacaq.
İnkişaf regiona görə dəyişəcək. Çində artımın sürətli, Avropa və Amerikada isə zəif olacağı gözlənilir. Proqnoza görə 2026-cı ildə Avropada minik avtomobili istehsalı ötən ilkindən aşağı səviyyədə olacaq. Bu da Çin maşınlarının idxalının kütləviləşməsi ilə əlaqədardır. 2027-ci ildə bərpa olunacaq istehsal artımı 2030-a dək davam edəcək. Asiya regionuna gəlincə 2026-2028-ci illərdə Çin, Yaponiya və Koreyada istehsalın artması gözlənilir. Hər üç ölkə ixraca meyillidir. Əsas istehsal hibrid və elektromobil olacaq. Cənubi Amerikada ciddi artım gözlənilmir. Şimali Amerikada isə bu il 0,8% geriləmə proqnozlaşdırılır.